Yəni bu gün də bir dənə to-do app yaradırıq. Burada da yenə tapşırıqlar əlavə edə biləcəyik. Mövcud tapşırıqları izləyə biləcəyik. Burada digərindən fərqli olaraq tamamlanmış tapşırıqları qeyd edə biləcəyik. Tamamlanmış tapşırıqların siyahısına baxa biləcəyik. Sonra sadə interfeysdə yaradacaq ki, burada tapşırıqları planlamaq və izləmək olsun. Hər istifadəçinin tapşırıqları, yəni fərdi şəkildə saxlanıb qorunacaq. Yəni məsələn istifadəçilər olacaq da burada fərqli-fərqli. Turanın, Vaqifin, Həsənin tapşırıqları. Keçən dəfə kimi bir nəfərin yoxsa. Tapşırığın tarixçəsini saxlayacaq. Parolla hər bir istifadəçinin girib tapşırıqlarına baxmaq olsun. Yəni biraz işi uzadacaq belə deyək. Yəni təbii ki də əməliyyatları fayllarla yerinə yetirəcək. Fayl, input, output sistem kodları ilə, terminlərlə işləyəcək ki, biraz da bu bacarıqlarımızı önə çıxaraq. Klassla inteqrasiya eləyəcəyik. Düzdür, getpass modulu vardı, o da istifadə edə bilərdik, amma keçməmişik deyə onu istifadə etməyəcəyik bir dəfə. Belə. Yavaş-yavaş kodumuza baxa bilərik. Yavaş-yavaş kodumuza işləyə bilərik. Sadəcə ümumi olaraq qoyub bir dənə keçən səfər son kodumuza baxaq, yadımıza düşsün ki, burada vəziyyət nə idi. Yəni bu proqram təxminən yadımızda qalıb. Mən inanmıram tam yadımızda qalar. Yəni tam yanmır. əla. Bir də yavaş-yavaş Allahın köməkliyi ilə başlayaq. Bu gün də 2 dənə moduldan istifadə edəcəyik. Hələ ki modulların adları var, özləri elə bir ki yox kimidir, amma biz bir 2 dənə metod istifadə edirik və o metodların nə işə yaradığına əsas fokuslanırıq deyə hələ ki bir problem yoxdur, istifadə edə bilərik. Modullara keçəndə amma başa düşəcəksiniz ki, bura niyə import yazıram, bura niyə belə modulların adını yazıram. Import date time. Bu da tarix zaman moduludur. İndiyə kimi bilmirəm istifadə etmişik yoxsa yox, amma istifadə etmək olar. Bu belə. Bir dənə sinif yaradacağıq. Yəni o axırıncı kodda kimi. Təbii ki bu sinifimizin adını gəl bu dəfə belə qoyaq. İstifadəçi to-do. Keçən dəfəkindən qarışmasın. User to-do app. Konstruktor funksiyamızı yaradırıq. Initi. İndi burada bizim bir username'imiz olacaq. Hər bir user üçün. Biz yəqin ki bildik də burada təxminən niyə user to-do app qoyduğunun adını. Çünki hər bir istifadəçinin öz to-do'su olacaq. Hər bir istifadəçinin öz username'i, parolu, faylları olacaq. Bax bu səbəbdən. Boş dırnaq qoyuram. Self username. Sonra self password. Onu da boş dırnaq qoyacağam. Çünki bunları biz sonradan təyin edəcəyik. Və biz də bilirik ki, boş bir string olsun, boş bir list qabı olsun, boş bir dictionary qabı olsun. Bunların hamısı false vəziyyətdir. Self to-do faylımız olacaq. Burada tapşırıq siyahısı olsun. Bunu da dırnaq yenə boş qoyuruq. Bunu da çünki sonradan funksiya köməyi ilə yaradacağıq. Və yaratmağı da bilirik. Nə bilim, append rejimi ilə, write rejimi ilə yarada bilirik artıq vəziyyətləri. Bir də done faylı qoyaq. Done fayl. Done faylda bilirik nədir? Tamamlanmış hissələrdə, yəni. Tamamlanmış tapşırıqlar. Bir də self user faylımız olsun. Self user faylımız olsun. Buna da hələlik users txt qoyaq. Users txt qoyaq. Bunu da yaradacaq. Sadəcə adın şəkildə özünü qoyuram ki, istifadəçiləri də ayrıca deyək. Bunlar hər bir istifadəçi üçün ayrıca olacaq. Bunu ümumi istifadə eləyəcəyik. Ki, burada bizim istifadəçi siyahımız olacaq da sadəcə burada yəni tək-tək fərdiləşdirməyə ehtiyac yoxdur. Bu belə. Bu konstruktor funksiyamız idi. Bura login və register hissəsidir. Qeydiyyat və giriş yazacaq da. Qeydiyyat, altdan xətt, giriş qoyaq. İndi bir dənə buna pas verək. Bütün funksiyaları yazaq əvvəlcə. Çünki hər bir funksiya uzun olacaq. Sonra hər bir istifadəçi yükləmək üçün, məsələn, load user yazaq da, loading, yəni load user. İstifadəçilərin məlumatlarına, tapşırıqlarına baxmaq üçün. Buna da pas verək.
Sonra məsələn nə olacaq bizdə? İstifadəçi yaddaşa vurmaq üçün save user. Görüntüdə falan səsli bir problem yoxdur ki. Hər şey qaydasındadır ümid edirəm. Xeyr, yaxşıdır. Tamam, save user istifadəçi yaddaşa vurmaq hissəsi. Burada bir də bizim passwordumuz olsun. Burada bir dənə password parametri verək. Password parametri qalsın. Sonra təbii ki, keçən dəfəki sadə hissələr save, dev, tapşırıq əlavə et. Əlavə et. Bu olsun. Tapşırıq əlavə et də bizdən mətn vardı, məsələn, yadınızdadsa. Tapşırıq mətni yazırdıq, onu əlavə edəcəyik. Sonra dev tapşırıq göstər. Ümumiyyətlə bir proqram, bir layihə işləyəndə həmişə funksiyaları bu şəkildə yazın, pas verin, sonra tək-tək başlayın işləməyə. Çünki bunlar bir-birinə əlaqəli ola bilərlər. Sonra bircə dəqiqə, dev tamamlanmışlara baxaq. Tamamlanmış tapşırıqlar elə bir ki, tamamlanmış tapşırıq yazıram da. Onları göstərmək üçün. Tamamlanmış göstər qoyun da onda. Tapşırıq göstər var, qarışmasın. Tamamlanmışları bir də göstər olsun. Sonra tapşırığı tamamla adında bir dənə funksiya qoyacağam. Tapşırıq tamamla. Təbii ki də burada hansını tamamladığın belə random oturub təsəvvür edəməyəcək ki, biz özümüz onu tamamlayacaq ki, məsələn, bu tapşırıq tamamlandı yoxsa yox. Tapşırıq tamamla. Görün də proqramımız nə uzundur. Belə də funksiyaları qurtarmır. Fikirləşin ki, bir böyük layihə yazmaq istəyəndə nə başa gələcək. Və nəhayət menyumuz olacaq. Menu. Ona da bir dənə pas verirəm. Məncə bu qədər hələ ki yaxşıdır. Bunların da indi hərəsinin bir daxilində 10 sətr olacaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 10-dan da çox ola bilər də, yəni ortalama 15 sətr. Yəni bir 100 sətirdən yuxarı bir proqram gözləyirik biz ortalıqda. Bax, beləsinə bir vəziyyətdir. İndi yavaş-yavaş fikirləşək ki, burada nədən başlayaq yazmağa. Qeydiyyat girişdən elə yavaş-yavaş başlayaq ki, burada istifadəçi adını daxil eləməlidir. Sonra bu ada uyğun tapşırıqlar və tamamlanmış tapşırıq faylları məsələn təyin olunmalıdır. Sonra da users.txt faylından həmin istifadəçinin adı ilə şifrəsi yüklənəcək load userdən. Bax, burada 2 dənə funksiya inteqrasiya edilməlidir. Beləsinə bir vəziyyət var ortalıqda. Biraz uzun və böyük bir proqram olacaq deyə maksimum diqqətlə oturaq izləyək. Bir problem yaşamayaq. Nəsə, buradan yavaş-yavaş başlayaq. İnşallah bir problemimiz olmaz. Təbii ki, xəta yəni buraxa bilər insan. Print belə bir səliqəli bir şey deyək, məsələn. Login, yaxşı bunu ingiliscə yazıram mən. Login, register. Bu belə olsun. Self username-i təyin edək. Self username. Bax, bu dəyişəndə axı. Bunu təyin edirəm. Məsələn, input-la təyin edək. Ki, istifadəçi adınızı daxil edin. Bax bu. Input-la bunu daxil edirik. Bu, təbii ki, bir string olacaq. Burada indi əlavə boşluğa falan kimisə əli dəyərsə, strip-lə onları ləğv edək. Bu strip-dən biz bir dəfə istifadə eləmişik. Daha bir neçə dəfə istifadə eləmişik. Bilirik ki, orada əlavə olaraq boşluqları siləcək bizim üçün. Səliqəli bir vəziyyətə gətirəcək bizim daxil elədiyimiz hissəni. Bura nə yazacaqsa self username olacaq. Onu təyin edirik hazırki vəziyyətdən. Self to do file. Self to do file-ı hər bir istifadəçi üçün ayrıca bir to do file olsun. Hər bir istifadəçi üçün. Bunu necə eləyəcək? F-string yaradacaq bir dənə.
F-string. Bura mən yazıram self username. Self username. Altdan xətt. Həmin istifadəçinin adı olsun, altdan xətt olsun. Tasks txt. Məsələn, mən bura gəlib istifadəçi adı Turan yazmışamsa, Turan altdan xətt tasks txt gəlsin, Vaqifsə Vaqifin tapşırıqları gəlsin və s. Bir də DOM faylı da, yəni onu bax bunu təyin edəcəyik. Self DOM file bərabərdir. Yenə həmin kimi F-string yaradırıq bir dənə. Self username. Bir dənə də altdan xətt. Burada da DOM fayl verək. DOM txt. Bunu da bu şəkildə təyin eləsin. Yəni mən hər dəfə qeydiyyat giriş edəndə bir istifadəçi daxil edəcəmsə, onun o tapşırıq faylları yaransın. Hə. Ondan sonra da həmin o tapşırıqları, həmin o istifadəçiləri də biz load user-dən yükləyəcəyik. Load user-dən həmin istifadəçiləri yükləyəcəyik. Bunun üçün də root users-i yaratmalıyıq. Bu users indi burada qalsın pasta. Bu users burada qalsın pasta. Ya da keç qalmasın. Ya bunu məsələn indidən yazaq, bura axırda qaytarıq. Böyrünə bir işarə qoyarıq da. Self load users. Yəni bu self load users o deməkdir ki, bu funksiya burada çağırılacaq. Bu funksiya burada çağırılacaq və bunun nəticəsi bizə istifadəçiləri verəcək və biz o istifadəçilərdən istifadə edəcəyik. Onların fayllarına baxacağıq. Bax, burada beləncə bir məqsəd var, belə bir məna var. Narahat olmayın, mən bu kodları ümumi yazandan sonra da axırda gəlib bu tək-tək bu funksiyaları izah edəcəm. Düzdür, proqramımız biraz uzun görünür. Deyəsən ona kimi bitməyəcək, amma mən çalışaram birazdan sürətlə danışım bu hissələri. If self username. Bir dəqiqə, if yazmalıydım mən bura. If self username. Əgər bizim username-imiz istifadəçilər dəyişəninin içindədirsə, yəni bu istifadəçi artıq mövcuddursa, nə edəcək? For altdan xətt qoyuram, lap fərqi yoxdur. For altdan xətt range 3. Üst dəfə bir dənə altdan xətt versin. Bunu mən niyə edirəm? Hər bir istifadəçiyə daxil olmaq üçün bizim 3 dənə parol şansımız olsun. Bax, burada o deməkdir. 3 cəhd hüququ buna verirəm. 3 cəhd hüququ for in range. Yəni, altdan xətt yazmışam, fərqi yoxdur. Parollarda indi altdan xəttdən istifadə edirik də biz ki, boşluqları doldurmaq üçün. Input şifrənizi daxil edin. 3 dənə bizim cəhdimiz olacaq. 3 dənə bizim cəhdimiz olacaq. Sonra if users'dən self username-i tapacağam. Və bunu parolla bərabərləşdirəcəm. Artıq biz buradan bilirik ki, burada bir dənə dictionary var. Və bu dictionary-dən biz buradan keyimizə ulaşırıqsa, onun value'si gələcək və onun da value'si parolları olacaq. Bu hissəni siz bura hazırlayanda başa düşəcəksiniz. Bax, mən bunu məsələn yazsaydım, bu funksiyanı burada qeyd eləməsəydim pas şəklində, deyəcəydiniz ki, bu hardan nəyi çağırır. Bax, bunu bu şəkildə qeyd edirəm. Sonra keçəcəyik load user yazacağıq. Artıq başa düşəcəksiniz ki, əlaqələnmə necə gedir. Burada bir dənə maraqlı məsələn mesaj qoya bilərsən ki, bura bir dənə pulsata təsdiq işarəsi kimi ki, xoş gəlmisiniz. Filan kəs, məsələn, filan kəsi də burada qeyd edək, istifadəçi, aha, deyək, nida işarəsi qoyaq böyrünə. Qoya bilmədik. Hə. Artıq burada parol doğrudur və hesaba da biz giriş eləmişik. Bir dənə də bizim burada break verə bilərik. Yəni, parol məsələn, bir dəfəyə də cəhd edib girə bilər, 2 dəfəyə də cəhd edib girə bilər. Ondan sonra təzədən bir də bizdən parol soruşmasın, ona görə break verək. Əks halda da print verəcək ki, yanlış şifrə.
Görün yanlış şifrəni mən harda yazmışam. Bax bu doğrulamanın else-sində yazmışam yanlış şifrə. Yanlış şifrə. Bir dənə burada nida qoyuram. Bir dənə də bura nida atıram. İndi qayıdıram. Bu forun, yəni döngünün bitəcəyində artıq mən 3 dənə cəhd eləmişəm. Üçündə də yanlış şifrə almışam. Bu döngünün bitəcəyində bir dənə else buraxıram və deyirəm ki, bura indi blok işarəsini qoya bilməyəcəm mən. Blok işarəsi o üstündən xətt kimidir. Məsələn, belə bir şey deyə bilərik də. Məsələn, indi bir bloka oxşadı sanki. Deyək ki, 3 dəfə və yanlışca. Bura siz istəsəz smile falan qoya bilərsiniz internetdən götürüb. 3 dəfə yanlış cəhd və yaxud da yanlış şifrə. Hesabdan çıxılır. Hesabdan da çıxsın. Əgər ki biz login eləyirdiksə. Və yaxud da login edib məlumatlara baxmaq istəyirdiksə. Hər hansısa bir vəziyyətdə hesabdadırsa hesabdan çıxılacaq. Hesabdan da çıxılması üçün exit verəcəyik. Exit verəcəyik. İndi exit üçün də ayrıca bir hissə yaradacağam. Yəni exit bildiyimiz bulletin stəksində. Yəni çıxış bulletinsidir. Burada prosta nə işə yaradığım sonradan baxacağım. Yəni bu gün də bir təzə building öyrəndik. Amma hələ ki bu hissəyə sonradan baxacağıq. İndi mən fikirləşirəm ki, burada bir çətinliyimiz yoxdur. Burada hər şey gördüyümüz kimidir. Yəni sadə işlər görülür. Burada fayllar məsələn yoxlama işlərdir. Sonra biz fayl metodları ilə bunları real burada yaradacağıq. Sonra yoxlama əməliyyatlarıdır. Bu qeydiyyat və giriş hissəsi idi. Artıq hazırdır, qalsın kənarda. Mən bunu sildim neysə. Hə. İndi gəlin load user-a baxaq. Burada bir dənə users adında dictionary yaradıram. Boş bir dictionary yaradıram. If OS paths exist həmişəki kimi exist self user file. Deyirəm ki, yəni əgər istifadəçi faylı mövcuddursa, with open açsın onu self user faylı. Yəni bax bunu. Ana. Self user file. Bax bir də burada user text'i. Əgər o mövcuddursa, açsın onu. Hansı rejimdə açsın? Sadəcə read rejimində, oxuma rejimində açsın. As F kimi. Açsın. For satir in F edirəm. Ad parol. Ad və parol adında bir dənə dəyişən yaradıram. İkili. Sətirdən strip eləyəcəm həmin o paroldan şeyi. Bir dəqiqə. Sətiri strip elədiyi boşluqları sildiyi. Bir də split eləyəcəm. Bir dənə split eləyəcəm. Hansı işarə ilə ayıracam? Məsələn, mən indilik bu işarəni seçirəm. Düz xətt işarəsini seçirəm ki, qeyd eləyəndə də o şəkildə qeyd eləyərəm. Adla parola bu işarədən verilibsə, ayırsın. Birinci tərəf ada, ikinci tərəf parola bərabər olsun. Bax, bu şəkildə qalsın indi. Sonra users'dan ada. Kimsə nəsə söz deyəcək. Users'dan ada daxil edirik. Ad keyinə daxil oluruq. Bunu da bərabər edirik parola. Nəyə görə? Çünki burada bir dictionary var. Yəni bu adla parolu key value-ya çevirmək üçün edirəm məhz bunu. Hər dəfə dövr döngədən keçdikcə bu dəyişənlər ki yaranmır. Məsələn, burada gəlsin Turan filan kəs onun parolu. Nə bilim, Vaqif və onun parolu. Yəni key value kimi burada öz arasında bölüşdürsün. Və nəhayət, mən burada load user-ın nəticəsi olaraq return users verəcəm if-in altında. Niyə görə return users verəcəm? Çünki mən bundan burada istifadə eləmişəm. Self loaded users-da istifadə eləmişəm. Əgər mən bunu çağıranda
çağırıb bir dəyişənə mənimsədirmişəmsə, deməli bunun bir qiyməti var. Bunun da bir qiyməti olması üçün burada mütləq return istifadə edilməlidir. Biz bunun funksiyalardan biridir. Return users, yəni bu funksiyanın nəticəsi bu dictionary olacaq. Və mən də onu bu users-ə təzədən mənimsədirmişəm. İkisinin də adını users qoymuşam ki, yəni qarışıqlıq düşməsin. Yəni eyni şeydir. Bunu məsələn istəsəm istifadəçilər də qoya bilərdim. Əsas məsələ bu funksiyaya bərabərdir. Bu funksiyanın da daxilində bu əməliyyatlar yerinə yetirir. Hansı əməliyyatlar yerinə yetir? Əgər ki, users.txt adında bir fayl varsa, o faylı oxuma rejimində açır. Sonra hər bir sətrinə tək-tək oxuyur. Məsələn, striplə biz oxumuşuq orada hər bir sətr tək-tək. Məsələn, necə olurdu? Bunların hər birinə tək-tək bərabər olurdu və mən burada hər bir parolla adı, məsələn, adla parolu bu şəkildə ayıracam. Və split də eləmişəm ki, bu işarə ilə ayrılmışları tək element halına gətirsin. Məsələn, bu birinci element, bu ikinci element. Təbii ki, onu listdə element halına gətirir. Bu birinci dəyişənə, bu da ikinci dəyişənə bərabər olacaq. Sonra da onları həmin o siyahıdan ayırdığımız elementlərdə dictionary-nin daxilində key value şəklində gətiririk. Məsələn, ad qoşu nöqtə qarşısında parol halına gətirəcək. Məncə burada da bir problem yoxdur hələ ki. Düzdür? Aydınmı? Aydın mənə. Bax, burada indi bir dənə bizim qeyd elədiyimiz hissə. Bax, bura qalsın. Bunu mən dedim sizə artıq. İndi bu qalsın. Məsələn, buna axırda baxarıq. Save user-i bir dənə danışaq. Bu save user-də elə uzun bir əməliyyat olmayacaq. Burada da user faylı açacağıq. Hansı rejimdə açacağıq? Append rejimində açacağıq. As if. Burada da user file yazmışam. User file. İstifadəçiləri save eləyəcək users.txt-yə. Bax, bu user file users.txt idi. Düzdür? Necə indi save eləyəcək? Write açıram. Write açıram. Bax, bayaq göstərdiyim bu işarənin vasitəsilə. F-string açaq bir dənə bura. Self username. Bu mənim istifadəçi adımdır. Bura bir dənə bu işarəni qoyuram. Təzədən bu işarəni açıram. Self password. Yaxud da sadəcə password. Self password yoxdur çünki. Self password ola bilməz. Burada password bunun parametridir. Elə bunu olduğu kimi bura yaza bilərəm mən. Yəni mən passwordu sonradan daxil edəcəm və həmin password burada users.txt-nin daxilində bu istifadəçinin kodu olaraq, bax artıq rəngini də aldı, istifadə olunacaq. Bax, bu da belə. Bura bir dənə drop end ata bilərək hətta ki, bundan sonrakılar artıq aşağı sətrə keçsin. Bundan sonrakılar diqqətlə baxın. Mən bunu bura atmamışam. Bura artıq bunu atmışam. Drop end, yəni bu bir dəfə save olundu. Məsələn, Turan və Turan 2005 parolu keçdi. Vaqif üzrə gələndə aşağı sətirdən Vaqif üçün də save user istifadə olunacaq. Bu da istifadəçi yaddaşda saxlamaq üçündür. Tapşırıq əlavə et. Artıq bunu biz bir dəfə eləmişik deyə bu hissə asan da olacaq bizə. Burada bir dənə fərqli olan şeydir ki, biz tarix qeyd edəcəyik. Datetime modulundan indi qısa olaraq belə keçirəm. Datetime, now. Yəni indiki hal. Mən tapşırığı qeyd elədiyim an orada elə bir ki, vaxtı, saatı, zamanı yazsın. Bax, bu belə. Və burada bir də bizim strip time adında bir metodumuz var. Strip time metodumuz var. Burada mən parametrlər yazacağam. Bu parametrləri əzbərləmək məcburiyyəti deyilsiniz. Çünki sadəcə strukturunu bilsəz, yadınızda qalacaq. Mən indi yadımda qaldığı kimi səhv eləmədən bax hissə yazıram. Bunu bir dəfə öyrənsəz problem olmur. Faiz y, year, il, faiz m, mont, yəni ay, faiz d, day, gün, boşluq buraxırsan, faiz x, saat, bir də dəqiqə olacaq təbii ki. Qoşu nöqtə qoyursan, faiz m. Yəni baxanda belə çətin görünür, amma bildiyimiz şeylərdir. İl, ay, gün, saat və dəqiqə. Strict time, yəni vaxtı zamanı necə qeyd eləsin, mən tapşırığı yazan momentdə. Bax, bir dənə keçən dəfəki vəziyyətdən əlavə olaraq, fərqli olaraq bunu əlavə edirik. İndi with open. Bu hissəni başa düşdükdə təxminən. Datetime modunu indi keçməmişik, amma nə işimizə yarayır gördükdə indi azmaz bizim işimizə kömək elədi. Aydın. Aydın mənə. İndi to do faylını açacağıq.
To do faylını açacaq. Hansı metodda? Append. Append rejimində, hansı rejimdə? Ki mövcud deyilsə də mövcud eləsin, onu yaratsın. As file. Şimdi açıram mən bunu. F-write edirəm. F-write edirəm. Bir də f-string qoyuram. Mətn. Bu dropdan qoyuram. Ki dəyişən atıram axı mən bura. Tarixi atım məsələn. Tarixi də qeyd edirəm. Birinci tapşırığım yazılacaq, sonra həmin tapşırığın tarixi yazılacaq. Sonra da bir dənə drop qoyacağam ki, növbəti tapşırıqda aşağı sətirdən başlasın yazmağa. Bitsin də altından bir dənə print verirəm ki, tapşırıq uğurla əlavə edildi məsələn. Uğurla əlavə edildi. Bir dənə də axıra pürüzdən qoyaq belə. Bu da belə. Tapşırıq əlavə et hissəsi də artıq rahat, hazır. Tapşırıq göstərmə hissəsi. Bu da elə çətin olmayacaq. Burada da şərt qoyacaq təbii ki. İndi burada bir dənə də OS metodundan istifadə edə bilərik. Məsələn ki, tapşırıqları göstəririk. Tapşırıq fayl mövcud ola bilər, amma tapşırıq mövcud olmaya da bilər. Bax, məsələn, hansı halda baş verir? Tapşırıqlar Məsələn, if qoya os tat səhv eləmirəmsə get size idi, get size. Baxın bir də. Get size idi. Yəni ölçünü öyrətirsən. Self to do file bərabər 0. Yəni heç bir sətir yoxdur burada. Əgər heç bir sətir yoxdursa, print eləsin ki, tapşırıq yoxdur. Tapşırıq yoxdur. Yəni bunu da yenə deyirəm, əzbərləməyə ehtiyac yoxdur. Sadəcə bizim işimiz keçsin deyə bilin ki, biz bunu hər hansısa bir Wikipediadan, hər hansısa bir məlumat anbarından götürmüşük ki, işimizi qısa olaraq həll eləsin. Sadəcə indiki vəziyyətdə ona o şəkildə yanaşın. Else halında da enumerate keçmişik də sizlə. Enumerate-dən tapşırıqları sıralasın biz üçün. With open. Əgər tapşırıq varsa, yəni burada tapşırıq yoxdur, əks halda tapşırıq var. Tapşırıq varsa nə etsin? Self to do faylından. Burada göstərsən. Tamamlamışdı ki, DOM faylından işləyəcəksən. Read rejimi ilə açıram, oxuyuram. As if. Yenə for və sətir. In enumerate. Açdıq. İterasiyamızı qeyd edirik faylın özü və neçədən başlasın? 1 və yaxud da start bərabərdir 1 yaza bilərsən. Bu şəkildə də 1 yaza bilərsən. Keçən dəfə startla yazmışdı. Bu dəfə belə yazıram ki, iki halda görün. Print i'miz 1-dən başlayacaq. Bura bir dənə f-string atıb bura i ilə nöqtə qoya bilərik və sətir strip. Bunu hər bir tapşırığı sərgəli şəkildə bu şəkildə göstərəcək. Tapşırıqları göstər hissəsi də hazırdır. Tamamlanmışları indi göstərək. Tamamlanmış tapşırıqları göstərək. Yenə tamamlanmış tapşırıqda bunu istifadə edə bilərik. Əgər ki, tamamlanmış tapşırıq yoxdursa. Hələ təkcə bu qədər funksiya əldə etsə, indi bundan sonrakılar daha çoxdur əslində. Nəysə. Tapşırıq tamamla ilə menu funksiyası overslər qədər tutacaq rahat. Print. Bura bir dənə drop in atıram. Adın bizimlə qarşılasın. Tamamlanmış tapşırıqlar da tamamlanmış tapşırıqlar. Sual olduqca deyin. Mən bunları məsələn biz sizlə bir dəfə işləmişik deyə üstündən keçirəm. Fərqli bir şey olan kimi orada dayanıb gözləyirəm. Ki, yəni sizə biraz çaşdıra bilər. Amma hələ ki görürəm ki, burada bir çətin qaranlıq bir şey yoxdur. Biraz uzunçuluq var. Yadda qalmaya bilər, alqoritmlər yadda qalmaya bilər. Bir dəfə işləyəcəyik, ondan sonra vəziyyətə özümüz hakim ola biləcək. Bir dəfə də baxıb işləyəcəksiniz. İkincidə artıq özünüz maraqlı funksiyalar əlavə edəcəksiniz ki, məsələn, burada bunu işləyə bilərik, orada bunu işləyə bilərik, belə. Mən keçən də videoya verdim, tapşırıq kimi atmadım. Mən unutdum, səhv elədim. Ona görə cəza olaraq bu gün özüm işləyirəm. If bir dəqiqə bunu printin altından yazmaq istəyirəm. Niyə belə eləyirsən?
Hə, artıq düzəldim. O indentasiyaya fikir verməsəydi bizim başımıza bəla olacaqdı. Yenə if os has get size. Bu dəfə don faylı yoxlayacaq. Self don file. Yəni burada artıq tamamlanmış tapşırıqlardır. Əgər bu sıfırdırsa, demək ki, tamamladığımız tapşırıq yoxdur. Tamamlanmış tapşırıq yoxdur. Buna bir dənə nida verək. Əks halda, yenə eyni vəziyyət. Niyə belə eləyir bu? Qoy belə yazın, qoy xəta versin. Hə, özü düzəldirmiş. Else halında read modunda açacaq don faylı. Self don faylı. Read rejimində açaq. As f kimi. Yenə enumerate-dən istifadə edək. Tamamlanmış tapşırıqları da nömrələyə bilərik təbii ki. For yenə i sətir in enumerate iterasiyamızı qeyd elədik, rəqəmimizi qeyd elədik və başlayırıq. Eyni hissəni bir də təkrar yazmağa. Bu for string, yəni f string bildiyiniz həyat qurtarır da, yəni bizim bütün işlərimizi rahatlaşdırır. Bu olmasaydı biz nə edəcəkdik? Formatdan istifadə edəcəkdik təbii ki, burası daha yaxşıdır. For setter strip. Baxın, bir dənə hər şey qaydasındadır. Hə, sadəcə burada bunun mötərizəsini qoymamışıq. Necə ki, burada da qoymamışıq. Bu böyle bir xətadır. Girincə qalacaqdır bu boyda kodun içərisində. Yaxşı ki, girişdə olsa fikir verdim. Tamamlanmış tapşırıqlar hazırdır. İndi biraz çətin hissəyə gəlirik. Tapşırıq tamamlamaq. Burada biraz dayanaq. Burada biraz fərqli bir hissədən keçəcəyik. To do faylından işləyəcək yenə. Hər bir tapşırığı siyahı işləyək. Tamamlanan tapşırıqları indeksini silək. Tamamlanan tapşırıqların indeksini silək və həmin tapşırıqları əlavə eləyək don fayla. Məsələn, burada biz vəziyyəti necə eləyəcəyik? Demək, bizim 2 dənə faylımız var. To do fayl, don fayl. Biri tapşırıq siyahısıdır, biri də tamamlanmış siyahısı. Biz tapşırığı tamamladıqca onu to do'dan silək, dona əlavə eləyək. To do'dan silmək üçün biz onu readlines oxuya bilərik də, düzdür? Readlines nə edirdi? Sətirləri siyahı kimi qaytarırdı. Siyahının silmə metodları var, pop var, remove var və s. var. Həmçinin də write metodu ilə və yaxud da append metodu ilə də həmin o silinənləri, necə ki biz dün axırıncı tapşırıqda silinənləri görürdük ki, məsələn podcast silindi, bu bizim qarşımıza çıxdı. Həmin silinənləri də write lines ilə append rejimindən istifadə edərək don fayla əlavə edə bilərikmi? Edə bilərik. Bir dənə bizə lazım olan indeksdir. Yenə indeks -1-dən yazacağıq. Çünki 1-dən başlayır nömrələməyə. Biz də indeks olaraq 0-dan başlayırıq silməyə, hesablamağa. Bir dənə bu hissəni qavrasaq ki, burada bir problemimiz olmayacaq. Allahın izni ilə yenə başlayırıq. Allahın rəhməti alə. Bu hissəni də səhvsiz bəlasız eləyək. Save to do file read rejimində açıram. As if tapşırıqlar. Həsən, sənin nəsə hazırlığın falan vardı bu saatda. Sən ona qədər demişdin. Yo, mən narahat olmuyorum. Axırları da olsa həll edirik. Bundan sonra az hissə qalıb, çox az hissə. Tapşırıqları readlines olaraq oxuyaq sizlə. Yəni sətirləri siyahıya çevirək. Bunu biz bilirdik. Bu qalsın kənarda. İndi keçək şərtə. If 0. İndeksimiz əgər 0-la. Keçən dəfə bir səhv elədik sizlə. Məsələn, kiçik bərabəri qoymamışdıq. Gəlin indi qoyaq. İndeksimiz kiçik bərabərdir. Len. Bilirsiniz də burada niyə bərabər qoyuruq? Çünki 1-dən başlamışıq nömrələməyə. Bax ona görə. Len tapşırıqlar. Silmək istəyirik ona görə. With open.
Burada hansını açacağıq? Demək, to do faylını açacağıq. Set to do file. Nəyə görə? Çünki oradan artıq bir tapşırıq tamamlamışıq və biz onu oradan silib hara atmalıyıq? Don fayl atmalıyıq. Bu da eləmək üçün write rejimindən istifadə etməliyik. Write rejimindən istifadə etməliyik. As f edirəm, f write lines tapşırıqlar. Bu siyahıları sətir kimi set to do fayla əlavə eləyəcəyik. Oradan silib buradan əlavə eləyəcəyik. Yox, burada biz bir dənə şeyi itirdik. Burada bir dənə şeyi itirdik. Yaxşı, bəs bunu indi tapşırıqlardan bircə dəqiqə. Biz burada silim əməliyyatını yerinə yetirmədik. Silim əməliyyatını yerinə yetirmək üçün burada tamamlanan adını bir dənə, tamamlanan dəyişənini bir yaradaq ki, bəs onu siləcəyik də biz. Tapşırıqlar artıq bir siyahıdır bizim gözümüzdə. Popdan istifadə edirik. Index -1 bura yazırıq. Bu kənarda qalsın indi. Sonra biz təkrar to do faylı yaradırıq. Write edirik. Son tapşırıqların son vəziyyətini yazırıq. Çünki bunu mən bayaq yazmamışdım və fikirləşirəm ki, biz neynədik ki, bunu sətirdən siyahıya çevirdik, siyahıdan sətrə çevirib təzədən yazdıq, heç bir dəyişiklik olmadı da belə çıxması. Amma burada artıq sən bir dəyişiklik eləmisən axı. Sən artıq burada bir silim əməliyyatı eləmisən. Bundan sonra yazanda görəsən ki, əksik yazılacaq. 5 dənə tapşırıq varsa 4-ü yazılacaq. Bax bu belə. Burada səhvimizi düzəltdik. Təzədən bir dənə viz open edirik. Bu dəfə save don fayl açırıq. Yenə burada write rejimində yox, append rejimində açırıq. Write rejimində açanda biz bilirdik ki, fayl silinir, təzədən yazılır. Düzdür? Əvvəlki faylımızda 5 dənə tapşırıq vardı. Mən ondan birini silmə, sətri siyahıya çevirdim. Orada bir dənə silmə əməliyyatı apardım. 4 dənə qaldı. Artıq mən onu silib həmin 4 dənə tapşırığı təkrar yazsam da heç bir fərq olmayacaq orada. Amma burada tamamlanmış tapşırıqlar olaraq mən 3 dənə tamamlanmış tapşırığım var və gəlirəm buradan birində silirəm. Onu write ilə yazsam bu 3 dənə gedəcək. O bir dənə gəlib orada yer tutacaq. Amma append ilə yazanda o 3 dənənin arxasına bu gələcək. Əlavə olunacaq. Hamısını da drop in qoymuşam deyə dalbadal düşməyəcək, rahat görünəcək. Burada heç nə eləyəcək? Write ilə, sadəcə write ilə tamamlananı hansı tapşırıq sildi, onu sətir olaraq buraya əlavə eləyəcək. Всё. Bir dənə burada print verək. Tamamlandı. F-string ataq bir dənə bunun qarşısına. Hansı tapşırıq tamamlandı, onu qeyd edək. Tamam. Bir dənə strip verək bura ki, sərgəli şəkildə qeyd eləsin. Всё. Bu belə. İndi bir dənə bizim else-imiz olmalıdır ki, təbii ki, belə bir tapşırıq yoxdur da hocam. Basılı qalıb. Bir dənə yenə nida mesajı verməliyik. Adamı yorur konkret, amma maraqlı proqram çıxacağına inanmam. Belə bir tapşırıq yoxdur. Bir də sona nida qoyaq. Və nəhayət tamamlanma tapşırıqlarda məncə bununla bitdi. Qaldı bir dənə menu hissəsi, ən uzun hissə və ən girinc qoyan hissədir bu. Bir dənə sonsuz dövr yaradırıq, while true. Ki, hər dəfə bizdən menu soruşsun, nəyə girməksən, nəyə yox. Ən uzun hissə bax buradır. Rahat buranın bir 20 sətri var. Printlərimiz bol olacaq. Hər bir istifadəsi üçün ayrıca bir menu olacaq. Yəni, bu da var. Drop in qoyduq. Burada belə bir şey yaradaq. Biraz sərgəli bir şey görünsün. Save. Bu ki, list mötərizəsinin içərisində. Bir dənə buna upgrade verək laf. Böyük hərflərlə yazsın da elədir ki. Bunun da kənarında bir dənə bu list mötərizəsini bağlayaq. Menusu verək. 2 dənə də bərabər qoyuruq. Biraz qəşəng bir şey ortaya çıxar məncə bu şəkildə yazsaq. Nəsə də göyə indi bəzək verir proqramımıza. Hələ ki interfeysimiz budur. Neyləyək?
Bir nöqtə. İlk tapşırığımız nə idi? Menünün ilk hissəsi nə idi? Tapşırıqları göstər olsun. Çünki obyektlər arxa plan əməliyyatlardır. Print 2. Yeni tapşırıq əlavə et. Print 3. Tapşırığı tamamla. Print 4. Tamamlanmış tapşırıqları göstər olsun bu da. Onlara da baxa bilər. Bir də çıxış əməliyyatı olsun. Yəni bu da maraq üçün qoyuruq təbii ki. 5 çıxış. Bu belə. Nəhayət bura ilə qurtardı. 5 dənə də şərt yaradılacaq burada. Seçim. Input. Seçiminizi edin. Belə bir şey yazalım. Seçiminizi edin olsun. Burada da 1, 2, 3, 4, 5 belə bir şey. Yəni ən zəhlətökən hissə menyudur. If seçim 1. If seçim 1 olduğu halda self tapşırıqları tamamlayın. Tapşırıq göstərin adı nədir? Tapşırıq göstərisi. Bu belə. Elif seçim 2. Self. Seçim 2-də öcə şey var. Tapşırıq əlavə et daxil. Dəqiqə. Burada mətn qoymalıydım mən səhv eləmirəmsə. Yox. Mətn də var. Buna görə. Bir dənə mətn əlavə etməliyim. Mətn. Yəni tapşırığı necə əlavə edəcək orada bu. Yeni tapşırığı daxil et. Burada da yazırıq ki, self tapşırıq əlavə et. Və burada mətni qeyd edirik ki, yəni bu əlavə olsun. Elif seçim 3 halında artıq hansıda tapşırığı tamamlandı. Burada məsələn indeks qeyd edəcəyik. Aha. Ki, hansı tapşırıq tamamlandı. Onu məsələn qeyd edəsin. Bunu try exit-lə verəcəm. Try exit-dən baş verən xətaların qarşısını alaq indidən. Index, int, input. Ən uzun çəkən hissə menu oldu. Tamam. Lanacaq tapşırığın nömrəsi məsələn. Nömrəsini qeyd et. Bu proqramı mən yadıma salın, sizə kod olaraq da göndərim. Yəni bu yaddan çıxmasın. Tamamlanacaq tapşırığın nömrəsini qeyd et. Sonra burada nə qeyd edəcəkdik? Nə yazacağıq? Self. Yəni fikirləşim. Tapşırıq tamamla funksiyası da indeks tamamlanacaq tapşırığın nömrəsini qeyd edəcək. Əslində o da bir silmə əməliyyatı olacaq. Tapşırığı tamamlayaraq funksiyasını çağıracağıq və orada silmə əməliyyatı, yenidən yazma əməliyyatı işə düşəcək. İndi burada hansı xəta ilə qarşılaşa bilərik? Value errorla qarşılaşa bilərik. Niyə görə value errorla qarşılaşacağıq? Məsələn, tamamlanacaq tapşırığın nömrəsini qeyd et yazmışam. Kimsə gəlib bura hərfli bir şey yazmasın. Sırf rəqəm yazsın da, başa düşdün necə? Neçə dənə, çünki mən bura yaza bilmirəm ki, 1, 2, 3, 4, 5. Bəlkə sənin 100 dənə tapşırığın var. Ona görə də bunu da qeyd eləmirəm. Sırf o xətanın qarşısını almaq üçün bundan istifadə edirəm. Məsələn, burada ehtiyac yoxdur. Çünki menyunun 5 dənə seçimi var və buna görə 1, 2, 3, 4, 5 yaza bilərəm. Amma sən bilmirsən ki, sənin nə qədər tapşırığın var. Ona görə value errorla bunun qarşısını alaq. Və bura bir dənə print verək ki, məsələn, rəqəm daxil edilməlidir. Bax, bu səbəbdən. Elə bu qalsın. Yəqin ki, burada da bunu başa düşdük. Bir problem qalmadı. Elif seçim
4. Yəni artıq bitir. Burada da tamamlanmış tapşırıqlardır deyə tamamlanmışı göstəririk. Elif seçim bərabərdir. 5 print yazırıq ki, çıxılır. Nöqtə, nöqtə, nöqtə. Burada bir dənə break atırıq. Sonsuz dövrümüz də bununla dayanır. Bir dənə də hər ehtimala qarşı burada else atırsan ki, print yanlış seçim. Niyə görə? Çünki gəlib 6 yazmasınlar olur. Çünki sənin menyunda 5 dənə bölmə var. Yanlış seçim. Robnu 100 sətrimiz hazır oldu. Burada proqramı işə salma hissəsidir. Proqram necə işə salacağıq? Bir dənə app yazdırıq, obyekt yaratdıq, user to do app. İlk olaraq bu appdə qeydiyyat və giriş olmalıdır. Qeydiyyat və girişən birincidə yazdığımız onu çağıracağıq. Sonra da menyunu çağırmış olacaq. İndi bir dənə niyə burada qırmızı xətt verir? Hə. Kodumuza bir dənə nəzər gəzdirək. Maşallah olsun ki, kod qurtarmır. User to do appda daxil edilməli bir şey yoxdur. Qeydiyyat və giriş funksiyası çağırılacaq. Ən birinci olaraq. Qeydiyyat və giriş funksiyası tək başına deyil. Burada bu funksiyanın daxilində load user da var, save user da var. Artıq bu tapşırıq əlavə etdən sonraki hissə ki var. Bu sənin menyunun seçimləridir. Sən yəni buradan yazdığın funksiyalar menyuya bağlıdır. Menyudan hansı seçim edəsin, onlar işə düşəcək. Amma qeydiyyat və giriş ən birinci olmalıdır ki, sən həmin istifadəsi üçün menyunu yarada biləsən. Menyunu yarada biləsən. Ümumi olaraq bir dənə gəlin şey deyək sizlə. Bu kodların tək-tək məsələn hissələrinin izahlarına baxaq. Bax, bu qeydiyyat giriş hissəsində istifadəçi adını daxil edəcək. Həmin ada uyğun bu fayllar yaradacaq. Task.txt yaradacaq, don.txt yaradacaq. Sonra burada users.txt faylı yazmışıq. Bax, bu users.txt faylı. Onu da biz burada yaradacağıq. O aşağıda, load user'da. Həmin o users.txt faylından save edəcək də həmin hissəyə. İstifadəçi və şifrə yüklənəcək. Load user funksiyası ilə. Bax, bunun vasitəsilə. Əgər istifadəçi varsa, 3 dəfə şans arzında şifrəni düzgün daxil eləməliyik. Düzgün daxil eləsə giriş icazəsi veriləcək. Əks halda proqramdan çıxacaq. İstifadəçi yoxdursa yeni qeydiyyat baş verəcək. Şifrə daxil ediləcək və users.txt-yə yazılacaq istifadəçimiz. Users.txt-yə. Bu belə. Demək, əgər ki yoxdursa. Tapşırıq faylları yaradılacaq hər bir istifadəsi üçün. Tapşırıq əlavə et funksiyasını bilirik. Append rejimi ilə demək, to do faylına tapşırıqları mətin əlavə edəcəyik. Burada sadəcə əlavə elədiyimiz hər bir tapşırığın tarixi oldu. Tapşırıqları göstər funksiyasını bilirik. Burada əlavə elədiyimiz bu oldu ki, get size ilə oradakı sətirlərin sayı sıfırdırsa demək tapşırıq yoxdur deməkdir. Tamamlanmış tapşırıqları don faylına göstərəcək. Məncə burada bir izaha ehtiyac yoxdur, çünki qeyd elədik. Yəni enumerate ilə falan necə olacaq. Bizə əsas lazım olan odur ki, tapşırıq tamamla funksiyası necə istifadə olunurdu. O da dediyim kimi to-do'dan silib dona yazırdıq. Menyudur, menyunu bilirik keçən dəfədə. Yəni məncə kodlarda bir problem yoxdur. Sizin hələ ki bir sualınız var, çalışdırmadan öncə bir dənə baxaq. Aydınım. Aydın mənim. Yəni hamı yəqin ki səbirsizlənir.
bu proqramı istifadə etmək üçün. Hə, bir də burada exit yazmışdım. Exit-anı o. Yenə tapa bilsəm onu. Hə, bir də bax bura. Bu exit funksiyası Pythonda proqramı dərhal dayandırmaq üçün istifadə edir. Bu axırda gəlir, məsələn, filan xəta qədər, nə bilim, proqram finishləndi. Terminalda gələnsə, bax orada istifadə olunur. Biz bunu else-yə atmışıq ki, yəni burada 3 dəfə yanlış cəhd olan kimi proqram dayansın. Ya da uzatmasın da orada bir də dövr falan kimi. Biraz da brick kimi işləyir. Yəni işimizi daha çox o vəziyyətdə belə deyə kömək edəcək bizə. Yəni heç bir kod davam eləməyəcək artıq ondan sonra. Yəni else-dən sonra mən burada nə qədər kod da yazsam, artıq onlar işləməyəcək. Çünki exit vermişəmsə vəssalam dayanacaq. Mən bunu bundan əvvəl versəydim heç bu da yazılmayacaqdı. Exit bax bu işə yarayır. Yəni bu belə. Load users funksiyasını mən sizə izah elədim. Load users-da da demək, users.txt faylında istifadəçi adı və şifrə saxlanılacaq. Onları dictionary şəklində belə deyə salacağıq. Necə salacağıq? Bunların köməyi ilə. Çünki biz bu şəkildə daxil edəcəyik onları. Məsələn, Turan bu işarə 1 2 3 4 Turanı key eləyəcək, 1 2 3 4-ü value eləyəcək. Nəsə proqramı çalışdıraq, bir xəta olarsa da yavaş-yavaş baxarıq. İnşallah olmaz. Login və register hissəsi çalışdı. Bir dəqiqə görək niyə məsələn ilk bura çalışdı. Proqramı mən çağırdım. Login və register hissəsi məndən bunu soruşur. İstifadəçi adınızı daxil edin. Məsələn qoyuram Turan Erer 013. Yazdım. Turan Erer 013 üçün bir dənə menyu açılır. Artıq. Və burada Turan demək Erer 013 üçün fayllar açılacaq. Amma hələ ki ehtiyac yoxdur. Mən çünki tapşırıq əlavə eləməmişəmsə, ehtiyac yoxdur. Hələ açılmayıb. Çünki tapşırıq əlavə eləməmişəm. Baxaq məsələn hansı hissədə tapşırıq o hissə açılacaq. Load user getdi. Save user hələ ki istifadə olunmayıb. Tapşırıq əlavə et eləsəm. To do fayl yaranacaq. Ora append olunacaq mənim hissəm. Bir dənə baxın bir də. To do fayl necə yaranacaq? Turan altdan xətt task.txt kimi bax burada yazılacaq. Mən təbii ki tapşırıqları göstərə bassam, burada nə etdi? Xəta verdi ki, bu fayl tapılmır. Əslində düz yerdə. Çünki yoxdur. İndi Turan biz gəl məntiqlə işləyək proqramı. Yeni tapşırıq əlavə edək. Yeni tapşırığı daxil et. Məsələn, kitab oxu. Bunu əlavə elədim. Yeni tapşırıq bu əlavə olundu. Bir dənə yeni tapşırıq əlavə edirəm. Məsələn, imtahana hazırlaş. İmtahana hazırlaş. İndi tapşırıqları göstər burada. Artıq o problem mənə, o xəta ilə qarşılaşmıram. Kitab oxu 2025-06 oldu, 22-24-ün tapşırığı. Yenə imtahana hazırlaş 2025-06 oldu, 22-24. Təbii ki, eyni dəqiqədə əlavə elədim deyə bu şəkildə görsənəcək. Tamamlanmış tapşırıqları göstərə bilirəm? Yox. Çünki tamamlanmış tapşırıq yoxdur hazırki vəziyyətdə. Və proqramım bununla bitir. Tamamlanmış tapşırıqları göstərdiyim halda. Yenə bu hissəyə baxım. Tapşırıqlar teksti var. Turan Erer 013-ün tapşırıqlar teksti hanı? Kitab oxuyun, geç söyləyin, tanıyalım. Turan. Ya bu tapşırıqlar teksti başqasını mən qarışdırdım. Hələ ki bir dənə task teksti hazırlanıb. Don teksti hazırlanmayıb. Don teksti hazırlanmayıb. Bir də istifadəçi adımızı daxil edirik. Turan Erer 013. Tapşırıqları göstərə basıram. Artıq mən bu istifadəçi üçün tapşırıqları görə bilirəm də. Çünki bu var artıq. İndi bir dənə tapşırıq tamamlayaq. Tamamlanacaq tapşırığın nömrəsini qeyd edeyim. Məsələn, birinci tapşırığı tamamladım. Tamamlanmış tapşırıqları göstərə basanda artıq don teksti də mənim üçün yazılmalıdır. Tamamlanmış tapşırıqlar. Turan Erer 013. Bir dənə baxaq bu hissəyə görək.
Dom file. Bir dəqiqə. Və tamamlanmış tapşırıqları göstərə bastıq. Mən burada tamamlamağı seçdim və 3-ü seçdim. Aha. Yəni diqqətlə baxaq. İndi bir də təzədən tapşırıqları göstərə basıram. Bir dənə tapşırığım qalır. Burada nəyi göstərir? Burada tamamlanmış tapşırığı göstərirdi. Burada da bir problem yoxdur. Prosta bizim don.txt faylımız niyə yaranmadı? Mənə o maraqlıdır. Nəsə, bir dənə çıxış verək. Çıxıldı. Hə, don.txt da artıq yarandı. Kitab oxu. Proqramımız hələ ki xətasız bəlasız işləyir. Diary textdən Mən devam elə edək. bir parol istəmədi sizdən. Onu Hə, qoymuşdu. Ya istədim onu. parol hissəsi hə. Mənə də maraqlıdır. Niyə parol istəmədi? Bir dənə o hissəyə fikir verək. Bax, bizə burada users txt-imiz də heç bizim yoxdur. Users txt bizə lazım idi. Burada. Biz buna else verməmişik, məncə. Ona görə baş verib. Çünki bu hissəni bizdən göstərmədə. Daha göstərmədi. Mənə də elə sırazı gözümə bu hissə var. Bir da bura dəymişdi mənə. Çünki baxıram ki, bunun ifi var, amma else-si yoxdur. 100% ki, burada bir anormallıq olmalıdır. Parol istəmirsə, hə də bunu qeydiyyat kimi qəbul eləmir də. Nə bilim, yeni parol təyin eləmək falan soruşmur, eləmir. Gəl bunu elə düz, məncə bura əlavə eləyək. Məsələn, necə? Print eləyirəm. Məsələn, yazaq ki, yeni istifadəçi qeydiyyat olunur. Belə bir şey yazaq. Ki, məsələn, bizə mesaj versin də onu. Bir dənə parol adında dəyişən yaradaq. Input verək. Ki, yeni şifrə daxil edin. Yeni istifadəçi üçün, məsələn, bunu eləsin. Sonra da neynəsin? Save user. Save user. Bax, burada, hə. Artıq burada bu password hissəsinə mənim parolumu qeyd eləsin. Bu da belə. Burada da self user file yazmışam. Bax, bu self user faylda users.txt kimi açılacaq. Ora qeyd olunacaq. İndi bir də proqramı çalışdıraq. İstifadəçi adınızı daxil edin. Turan error 013 yazıram. Yeni istifadəçi qeydiyyat olunur. Hə, artıq şey eləyəcək məncə. Yeni şifrə daxil edin. Məsələn, Turan 2005 olsun mənim şifrəm. Users.txt hələ ki yoxdur. Bir dənə çıxış verək. Artıq users.txt gəldi. Turan error 013, Turan 2005. Məncə o problemi daşımış olduq sənə. Vaqif, sən də başa düşdün o hissə? Bəli, müəllim, aydındır. İndi gəl həmin istifadəçi adını təzədən yazaq. Görək yenə bizə şey deyəcək. Nədir onun adı? Bax, görsən bizə şey demədi. Nədir onun adı? Yeni istifadəçi qeydiyyat olunur demədi. Çünki bu şərt artıq işə düşdü. Bu usersin içindədir artıq. Məndən parolu istəyir. Gəl bir dəfə parolu səhv yazaq. Turan 2006. Yanlış şifrə. Bax, bunu da yazdıq. Turan 2005. Xoş gəlmisiniz Turan error 013. Deyirəm də biz bu qədər şey planlamışıq. Burada nəsə əksik var idi. Mən Turan error 013 üçün yeni tapşırıq əlavə eləyəcəm. Məsələn, yeni tapşırığım nə olacaq? YouTube-a video atmaq olsun. Tapşırıq əlavə olundu. Tapşırıqları göstərən Turan error 013 üçün imtahanı hazırlaş, YouTube-a video at. Saat fərqində artıq burada görürük ki, düz işləyir. İndi mən buradan çıxış verirəm. Turan error 013-ə 3 dəfə səhv kod yazacağam. Yanlış şifrə və artıq exit işə düşdü deyə bax bu yazıldı.
3 dəfə yanlış şifrə çıxılır. Bloklandın da elə bil ki. Bax bu sistemdə artıq yaratmışıq biz burada. İndi mən istəyirəm Həsən yazım bura. Və görürük ki, Həsən usersin içində yoxdur, yeni istifadəçi gəlir. Məsələn, Həsən 2000 neçənci ilsən? 2007, 8 man. 2008. Həsən 2008 parol qoyuram. Yeni tapşırıq əlavə edirəm Həsən üçün ki, məsələn, Python ilə məşğul ol. Python ilə məşğul ol Həsən. Yenə bir yeni tapşırıq imtahana hazırlaş. Bu tapşırıqları göstərək. Sırf Həsən üçün tapşırıqlar hansılardır? Python ilə məşğul ol, imtahana hazırlaş. Mən indi bir dənə çıxış verim buradan. Bax burada bir dənə fərqə fikir verin. Mən buradan çıxış verən ki, Həsən üçün task hazırlandı. Ki Həsənin task txt-si budur. İndi Həsən üçün bir də tamamlanmış hissəni də hazırlamaq lazımdır. Login və registrdə Həsən yazıram. Users txt-yə bir dənə göz atırıq. Həsən və Həsən 2008 artıq burada var. Həsən 2008 yazıb. Burada gəlir ki, xoş gəlmisiniz Həsən. Həsənin menyusu. Tapşırıq bir dənə tamamlayaq Həsəndən. Tamamlayıcı tapşırığın nömrəsi məsələn 1. Bir dənə tapşırıqları göstəririk. İmtahanı hazırlar. Tamamlanmış tapşırıqları göstəririk. Python ilə məşğul Həsən tamamladı. Bir dənə də çıxış verəndə Həsən don.txt faylı da artıq yaranmış olur. Bax bu da belə. Users txt də öz yerində. Həsən don.txt öz yerində. Turan yerində onun üçün öz yerində. Turan yerində onun üçün öz yerində. Neçə dəqiqədir? 1 saatda artıq bir dənə proyektlə işləyirik biz. Bir dənə fikirləş. Mən dedim yarım saat işləyək, bitirək. Demək ki, nəymiş? Yarım saatlıq deyilmiş. Vaqif üçün də bir dənəsini yaradaq. Vaqif küsməsin bizdən. Vaqif 2007 olmalısan mən biləm. Səhv etmirəmsə. Bəli, Altında 2 2007. hərfinə yazdım, üzrlü hesab edə. Bu parolu Problem yox. verilməlidir. Vaqif 2007. Vaqif üçün də yenə yeni tapşırıq Python ilə məşğul olmaq olsun. Bir dənə də yeni tapşırıq ingilis dili yazıram. Nə bilim. Bir dənə də yeni tapşırıq iş haqqında maraqlan. Belə bir şeylər yazıram. Tapşırıqlarını göstərirəm. Və Vaqifin tapşırıqları bura gəlir. Users txt-ini tez yoxlayıram ki, görüm Vaqif bura əlavə olundu. Bəli, əlavə olundu. Tapşırıq tamamlayaq Vaqifin. İkinci tapşırığı tamamladıq. İngilis dili hazırdır. Tamamlanmış tapşırıqlara baxırıq. Tamamlanmış tapşırıqlar burada görünür. Hazırki tapşırıqlar görünür. Sonra nə var? Sonra nə var? Vəsə. Bir dənə çıxış veririk. Çıxış da verəndən sonra Vaqifin də don.txt faylının task.txt faylı nə oldu? Hazır oldu. Bu da belə. İndi proqramla bağlı nə sual var? Aydındır. Necə proqram idi? Bəyəndik? Əla mən. Əla. Qəşəngdir müəllim. Həm genişdir, həm də maraqlıdır. Yəni bildiyimiz bütün biliklərimizi qoyduq burada ortaya, qəşəng bir şey çıxartdıq ortaya. Yəni bu real senaryodur, real əsərlərdir ki, bu gündəlik həyatımızda istifadə edə biləcəyimiz bir şeylərdir. Bizim qarşılaşa biləcəyimiz bir şeylərdir. Və bir dənə elə bir özünüz üçün not proqramı yaratdınız. Həqiqətən deyirəm, yəni bunu indi interfeysi biraz qarışıqdır. Biz buna tikinterlə falan interfeys əlavə eləsək, bildiyimiz qeydlər proqramı kimi bir proqramdır. Yəni burada hər şey bizim istədiyimiz kimidir. Qardaş, tapşırıqlarımızı qeyd eləyirik, eləyə bilirik. Saatı, tarixi yazılır. Tamamlaya bildik, bəli. Şifrə ilə giriş eləyə bildik, hətta bu da var. Sonra nə var, nə bilim, tapşırıqların nə bilim sırasına baxa bilirik. Tamamlananları izləyə bilirik. Hər birində özü ayrı-ayrı fayllarda saxlayır. Yəni düşün ki, biz sən proqram yaratmısan artıq. Yəni kiçik də olsa bir dənə bu application gedir. Ki, yəni biz bunu nə üçün istifadə edirik? Bir dənə dərsi başa düşmək üçün, anlamaq üçün kiçik bir dənə layihə kimi iş görürük. Yəni indən belə görəcəyimiz dərslər də bundan daha çətin olacaq, daha uzun olacaq, daha geniş olacaq. Hətta bir daha dərsi bəlkə biz 2-3 gün eləyəcəyik. Yəni o qədər bir layihəni deyək. Yəni uzun-uzun işlərimiz olacaq. Bu da belə. Burada bir sual yoxdursa, mən istəyirəm dərsi tamamlayım, həm də sizi çox yormayım. Onsuz proqramımız çətindir. Bunu YouTube-a da atacağam. Kodunu da sizə göndərəcəm. Üstündə istədiyiniz qədər dəyişiklik eləyə bilərsiniz hətta.
maraqlı nə bilim təkliflər tapa bilərsiniz, ideyalar tapa bilərsiniz. Belə yəni qəşəng işlər ortaya qoya bilərik. Belə. Sual var. Xeyr mənim yox. Xeyr mən. Sual yoxdursa uşaqlarım da sağollaşaq. İnşallah növbəti dərs görüşərik sizinlə. 3-cü gün mənim imtahanım olacaq. 1-ci, 2-ci gün ərzində bir dənə dərs alıb 1 saatlıq səhər və yaxud da günorta keçərik. Qərarlaşarıq qrupda.